Burada belə dedik biz, böyük bir missiyamız var. Hər birimizə aiddir bu söhbət, hər birimizə. Hər birimizin böyük bir missiyası var. Kullukum ra və kullukum məs'ulun ən rəiyyətihi. Hər biriniz Allah buyurur ki, məsuliyyət daşıyırsınız. Hər biriniz məsuliyyət daşıyırsınız. O məsuliyyət nədir? O cəmiyyətin islahı, özünün islahı və bu halda olmaq. Və bunun üçün səy göstərmək, qədəm qoymaq, addım atmaq. Hər birimiz. Yəni bunu arxain olun 100% sizə deyirəm ki, qiyamət günü bu haqda sorğu-sualınız olacaq. Yəni gətirəcəklər, sənə hesab kitab edəcəklər. Təkcə ruhaniyyət eləməyəcəklər. Hamımızı hesab kitab edəcək ki, sən cəmiyyət üçün iş görmüsən. Cəmiyyətdə iş görmək də sırf insanların qarnını doyurmaq məsələ deyil. Yəni bunu elədim, bitdi o. Yəni, Allahı sevdirə bilmirsən? Yoxsa yox. İmaməti tanıtdıra bilmirsən? Yoxsa yox. İmam zamanla tanış eləyə bilmirsən cəmiyyəti? Yoxsa yox. Sevdirə bilmirsən onları nübüvvətə, imamətə? Yoxsa yox. İslah üçün neynəmsən? Məsələ bu qədər ciddidir. Edən belə bir sənin misyon var. Gördüyün işlərin xətti bundan ibarət olmalıdır. Yolu bundan ibarət olmalıdır. Bu istiqamətdə addım atmalısan. Başa düşürsən. Həqqi müntəzir də budur da. Axır zamanda yaşayırsan. Yəni, zuhur nədir? İntizar anlayışı nədir? Bu istiqamətdə səy göstərməlisən, çalışmalısan ki, axır zamanda da yaşayırıq.